Yay mövsümü yaxınlaşdıqca istirahət məkanlarına və hotellərə tələbat artır. Məhz bu dövrdə bəzi vasitəçilər və tur operatorları hotellərdəki otaqları aylar öncədən daha ucuz qiymətə bron edərək, sonradan yüksək tələbat yarananda fərqli qiymətlərlə satışa çıxarırlar. Bu səbəbdən turistlər eyni otaq üçün müxtəlif qiymətlərlə qarşılaşır və bunun səbəblərini anlamaqda çətinlik çəkirlər. Turizm eksperti Nizami Həsənov bildirir ki, bu proses əslində beynəlxalq turizm bazarının qəbul etdiyi rəsmi və qlobal bir sistemdir. Bu fəaliyyət tur operator fəaliyyətidir. Məsəl üçün, Antalya regionundakı otellərlə öncədən, yüksək sezondan öncə bu müqavilələr, bu kontraktlar bağlanır. Bu kontraktların əsasında operatorlar otellərdə olan bütün otaqları böyük bir endirim faizi ilə otellərdə qabaqcadan alır, kontraktını bağlayır, ödənişini edir və qarantili formada bunu satışa çıxardır. Otel üçün də bu çox əlverişli variantdır. Otel də sabahları yüksək sezon boyu oturur ki, otaqlarının hamısı satılıbdır və turistlərin gələcək dünyada çox populyar olan bir fəaliyyətdir. Bəs hotel otaqlarının əvvəlcədən bron edilərək daha sonra baha qiymətə verilməsi hansı hallarda qanun pozuntusuna səbəb ola bilər? Məsələ ilə bağlı Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun rəhbəri Gülnar Hüseyn bildirdi ki, Start, otel otaqlarının əvvəlcədən kütləvi şəkildə bron edilərək, sonradan daha yüksək qiymətə satılması halları bazarda hökmran mövqedən sui-istifadə, rəqabəti məhdudlaşdıran sazişlər, o cümlədən kartel və ya uyğunlaşdırılmış hərəkətlər xarakterli razılaşmalar nəticəsində olduğu təqdirdə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq həmin məsələyə Azərbaycan Respublikası Prezidenti yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mahiyyət üzrə baxıla bilər. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edildiyi halda, habelə otel otaqlarının bron edilməsi və ya satışa çıxarılması prosesində istehlakçılara qiymətlər, xidmət şərtləri və mövcudluq barədə qeyri-dəqiq və ya yanlış məlumatların təqdim edilməsi ilə bağlı konkret faktlar əsasında müraciətlər daxil olduqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və müvafiq tədbirlər görülür. Qeyd edək ki, cari il ərzində agentliyə otel otaqlarının əvvəlcədən kütləvi şəkildə bron edilərək sonradan daha yüksək qiymətə satılması halları ilə əlaqədar hər hansı müraciət daxil olmayıb. Statın sonu. Göründüyü kimi tur operatorlarının hotellərlə rəsmi müqavilələr əsasında həyata keçirdiyi əvvəlcədən bronlama turizm sektorunda qanuni və geniş yayılmış praktikadır. Lakin bazarda hökmran mövqedən sui-istifadə etmək, rəqabəti məhdudlaşdırmaq və qiymətləri manipulyasiya etmək məqsədi ilə aparılan kütləvi bronlamalar qanunvericiliyə zidd hesab olunur. Bundan başqa prosesin müqavilə əsasında qanuna uyğun şəkildə aparılması tələb olunur. Nigar Rəcəbova, APA TV.